Həmişə deyir ki, mən səni şəhid anası edəcəm. Bir də ki, bir xasiyyəti vardı. Sumkanı gətirib məktəbdən qoyan kimi həmişə oxuyurdu. Ya Qarabağ, ya ölüm, ya Qarabağ, ya ölüm. Mənə qəribə gəldi ki, belə sözlər ki, bu iki belə nə işləyir. Vətən müharibəsinin şəhidi İlkin Ağaquliyev Şabrandan olan 20-ci şəhid kimi tarixə düşüb. Bugün qəhrəmanımızın şəhadətindən 5 il ötür. Şabranın qəhrəman oğlu İlkin Ağaquliyev 2000-ci ildə dünyaya gəlib. Mingəçevirdə Azərbaycan Dövlət Pedaqoji Kollecində fiziki tərbiyə müəllimliyi ixtisası üzrə təhsil alıb. 2018-ci ildə hərbi xidmətə yollanıb və xidmətdən sonra müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında qalıb. Baxın, erməni kolonu. Görün Azərbaycan əsgərin gücünü. Müharibə başlayan gündən İlkin ön cəbhədə vuruşub. Sonuncu dəfə ailəsi ilə oktyabrın 14-də danışıb. Atasına deyib ki, qapımızdan bayraq as. Atası isə özün qayıdıb asarsan deyə cavab verib. Amma İlkin təkid edib və balaca bayraq asarıq deyib. Bu, onların son söhbəti olub. Anasının dediyinə görə İlkin uşaqlıqdan şəhidlik arzusunu dilə gətirərmiş. ...2019'da asker gitti. Hiç askerliğini kurtarmamıştı İlkin. Askerliği kurtarmıştı. Prosta bu xəstəliyi görürlər, saxladılar, bıraxmadılar da. Sonra dedim, ama çörün qiyabı oxuyaram, qalımda işləyim, uşaqlar qaldı işləməyə. Nəysə qaldı, 3 ay işləyirdi İlkin. Müharibə başladı. Müharibədə də ki, İlkin həyat olsun, çılğın bir uşaq idi da, bir dənə uşaq idi, yine çox çılğın uşaq idi. Valla mən müharibədə ona çox yalvardım ki, bir dənə sən də özünü qoru günən. Onda da ona acığı gəldi məndən, deyir ki, ay mama, hamısı bir dənədir. Hamısının bir canı var da, yaxşı mən o qorunsun, bəs bu vətəni kim qoruyacaq? Dedi ki, bir mən olmasam, heç nə olmaz, ancaq ki, vətən yaşamalıdır ki. Müharibə olan vaxtıdır, şəhid olmalıdır. Şəhid olmasa müharibə olmaz ki. 2011'də oxuyurdu. Şəhid olub gəlmişdi, müəllimə gəldi bura. Üçündə cəmaatın yanında ayağa durdu. Dedi ki, cəmaat bir dəqiqə bir söz danışacağım da. Cəmaat məhdə qalıb doğrudan bunu danışacaq. Dedi ki, mən deyir, elə Qarabağdan deyir, dərs keçirdim uşaqlarını deyir. Durdu dedi ki, müəllim olar mən bir söz deyir. Müəllimə dedi ki, hə yaxşı ki, sən sözü deyir, sonra mən dərsi başlayarım da. Gəl çılğın uşaq elə istəyir ki, tez sözülsün də. Deyir, Allah'ın dostu cəmaatdır. O durdu əvvəl dedi, müəllimə, mən məktəb qurtarandan sonra əskər gedəcəm. Əskərlik içində mənə müharibə başlayacaq. Mən sonra deyir, erməniləri deyir, belə əlini göstərdi, tapancaqda. Mən erməniləri qıracam deyir. Axırda erməni də biri mənim ki, qaşıqlardan öləcəm. Başını inşallah deyir. Əsl belə deyir, uşaqlar hamısı gülüşdüyür bizə. Deyir ki, otur yerə, sənlə necə ki, müharibə başlayacaq, gelib şəhid olacaq. Dedi, valla mənim baxarsınız, bax, mən bu sözü sizə deyirəm, mən şəhid olacam. İlkin Ağaquliyev Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralı döyüş dostlarını çıxararkən alnından açılan pulemyot atəşi ilə şəhid olub. İlkinin həm də öncədən gələcəyi hiss etmək kimi bir xüsusiyyəti varmış. Döyüşlər zamanı dostlarından rayona gətirilən şəhidlərin sayını soruşub. Biləndə ki, 18 şəhid gəlib, 20-ci mən olacam deyib. Elə də oldu. 2020-ci ildə 20 yaşında Şabranın 20-ci şəhidi kimi tarixə düşdü. Çox çətindir, çox çətindir. Ancaq onun o qədər arzuları var idi, onun o qədər, nə bilim, mənim arzularım ondan da çox idi ki, bir dənə evladdır da o. Mən onu başqa cür istəyirdim olsun, ancaq yəqin qismətində şəhidlik olub. Ancaq ki, mənim təsəlli yerim yoxdur, keşke kim deyən bir evlad olaydı. Bəlkə bugünkü gündə mən evladını çəkərdim qanadıma, ondan təsəlli alardım. İlkin Ağaquliyevin nəşi Şabran Şəhidlər Xiyabanında dəfn olunub. Ölkə başçısının müvafiq sərəncamlarına əsasən İlkin Ağaquliyev ölümündən sonra vətən uğrunda Suqovuşanın azad olunmasına görə, igidliyə görə medalları, 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edildi. Aytəkin Alxaslı, Sadiq Məmmədov, Bizim Media Şimal Bürosu. Gənclərdən bir dənə mənim də xahişim olar ki, istədiyim biri olar ki, hamımızın
heç vaxt şəhidləri yaddan çıxartmasınlar da. Çünki o şəhidlərin qanı, canı o torpağın üstünə tökülüb, həmin o torpağın üstündə gülçək bitirindi. Onlar şəhid olub ki, indiki balaca uşaqlarımız, yeniyetmələrimiz yaxşı yaşasın. Bəli. Ona görə onlar da onları yaddan çıxartmasın.